Bugün evdəkilərin istəyi ilə Kayseri yağlaması hazırladım. Və inanın, restoranda yediyiniz yağlamalardan daha dadlı alınır. Əvvəlcə əti soğanla birlikdə ət çəkən maşında çəkirik və bir baş soğanı ayrıca xırda doğrayıb yağda qovurmaq lazımdır. 2 diş sarımsaq əzilir və yaxud xırda doğrayıb qata bilərsiniz. Qovrulmuş ətin üzərinə 1 ədəd xırda doğranmış bibər, 2 ədəd pomidoru doğrayıb, xırda doğranmış bir dəstə cəfəri və duz istiyot vurub qaynamağa qoyuram. Tam qaynara düşənə kimi qovrulur və yarım stəkan su əlavə edib yağa düşənə kimi pişirmək lazımdır. Lavaşları mən özüm hazırladım. Market lavaşından istifadə eləmirəm. Çox nazik olur, tez islanır və cırılır. Yəni eyni effekt alınmır. Hazır qiyməmiz həm sulu, həm də bol yağlı olmalıdır. Elə yağlamanın adı da buradan götürülüb. Lavaşları qiymənin yağlı suyuna batırırıq kənarlarını. Gördüyünüz kimi üzərinə 2-3 xörək qaşığı qiymə qoyub hər tərəfə eyni bərabər yayırıq. Və beləcə bütün qatılar davam edir. Hər dəfə lavaşı qatlayıb, kənarlarını yağlı qiymənin suyunda isladıb, həmin qatıları yığırıq. Ət əgər yağlıdırsa, əlavə yağdan istifadə olunmur. Mənim hazırladığım ət quyruqlu olduğu üçün daha dadlı, daha ətirli alındı. Və çalışın siz də hazırlayanda quyruqdan və yaxud da təbii yağdan istifadə edəsiniz. Bütün qatlar yığıldıqdan sonra ən üstə də qiymə əlavə edirik və elə isti-isti doğranıb süfrəyə verilir. Kayseri yağlamasını sarımsaqlı qatıqla və yaxud xamayla süfrəyə verə bilərsiniz. Çox dadlıdır. Mütləq hazırlayın. Əminəm sizdə bundan da gözəl və dadlı alınacaq. Hazırlayan hər kəsə indidən nuş olsun.